Birinci sözde biz Allah'ın varlığının fərqində olmuşduq. Biri var, çox güclü, çox rəhmətli biridir. Hər an hər şeyi o verir bizə. Günəşi çıxaran odur, hər şey eləyən odur. İkinci söz iman mövzusudur. Bismillahirrahmanirrahim. Ellezine yu'minuna bil gayb. Hansılar ki onlar iman edərlər, davamlı iman edərlər bil gayb. Görünməyənə. Burada qəsd olunan Allah və axirət. Allah'a iman edərlər və axirətə iman edərlər. İmanda nə qədər böyük bir səadət, arxanda çox böyük bir qüvvət olduğunun fərqində olmaq və əbədi həyat var. Heç vaxt ölməyəcəksən. Bütün sevdiklərindən əbədi bir yerdə olacaqsan. Bunun fərqində olmaq imanda nə qədər böyük bir səadət. Bir insanda bu olandan sonra, bunun fərqində olandan sonra nə qədər sevinər və nemət. Və iman özü nə qədər böyük bir nemətdir. Nemət nədir? Verilən bir şey. Alma Allahdan bizə nemətdir. Yaxşı bir nemətdir. Yaxşıdır. Amma almadan daha böyük nemət ağzımızdır. Ağız olmasa heç bir qidanın fərqi olmaz. Almadan dad ala bilmək. Dad ala bilmə qabiliyyəti nemətdir. Bu da bir nemətdir. Qulaq nemətdir, göz nemətdir. Məsələn, ağıl bir nemətdir. Ağılı küçümsə bilərik. Ağıl daha böyük nemətdir təbii ki almadan. İndi iman da bir nemətdir deyir. İman özü nədir şey? Deyirsən. Bir şeyin şuurunda olmaq. Burada qəsd olunan Allah və axirətdir. Deyir ki, imanda nə qədər böyük bir səadət, xoşbəxtlik, nə qədər böyük bir nemət, nə qədər böyük bir ləzzət. Anlamaq istəyirsənsə, şu təmsili hekayəciyə bax, dinlə. Yenə də təmsillə anlatır. Əmin danışır da, yəni deyir ki, iman edən çox xoşbəxtdir, çox rahatdır. Bəli, əmindir, bilir. Müəllifə güvənirikmi? Təbii ki, güvənirik, amma biz də yaşayırıq da. Biz də bilirik artıq, biz də bilirik, biz də əminik. Onu dinləyən hər kəsə izah edir ki, iman həqiqətən ən böyük xoşbəxtlik. Yəni, biz bunu oxuyacağıq. Biz bunu oxuyandan sonra hər kəs anlayacaq ki, mömin bir adam nə qədər xoşbəxt, nə qədər rahatdır, kafir bir adam nə qədər üzüntülüdür. Məsələn, mən deyirəm, bunu bəlkə də etiraz edir çox adam. Bir kafirin oynayıb tullanıb düşməyindən bir möminin bir yerdə oynayıb tullanıb düşməyi daha ağlabatandır. Niyə? İndi baxacağıq. Bir vakit iki adam həm keyf, həm ticarət üçün səyahətə gedirlər. Həm keyf eləyəcəklər, rahat olacaqlar o səyahətdə, həm də ticarət. Yəni, bir şey verib bir şey alacaqlar. Ticarət nədir? Kar əldə edəcəksən də, az verib çox alacaqsan ki, kar olsun. Belə bir səyahətə gedirlər iki adam. Biri hodbin, ancaq özünü düşünən, talihsiz bir tarafa, digəri hüdabin, ancaq doğrunu düşünən. Mənim üçün önəmli deyil bir şey mənim karım olsun. Mən doğru nəticə onu eləmək istəyirəm. Hüdabin, bin görmək deməkdir. Doğru yolu görən, doğru yolu düşünən. Bəxtiyar digər tərəfə sülük edər, gedərlər. 2 nəfər getdi. Hodbin adam, ancaq özünü düşünən, həm hodyam, ancaq özü üçün qəmlənən, özündən narahat olan, hodendiş, yəni özün üçün endiş eləyən, həm bədbin, ancaq hər şeyin pis tərəfinə baxan bu cür adam olduğundan bədbinlik cəzası olaraq nəzərində pək fena bir məmləkətə düşər. Bu adam bir yerə düşdü. Amma diqqət elə, Risalə-i Nurda bir də oxuyanda diqqət eləmək lazımdır. Hər kəlmə önəmlidir. Deyir, nəzərində pək fena bir məmləkətə düşər. Biz bilmirik, o düşdüyü yer fənadır yoxsa yaxşıdır. Bunun nəzərində fənadır. Bu adam zaten bədbindir. Bunun nəzərinə o qədər güvənmək olmaz. Adam baxsan hər şey var, bütün gün şikayət edir. Adam baxsan heç nə yoxdur, amma rahatdır. Ona görə buna güvənmək olmaz. Deyir ki, nəzərində fəna bir məmləkətə düşər. Baxar ki, indi biz onun gözündən baxırıq. Baxar ki, hər yerdə aciz biçarələr, zorba, müthiş adamların əllərindən və təxribatlarından vaveylə ediyorlar. Müthiş, zalim, zorba adamlar var. Aciz biçarələr əzirlər. Üzüntülü məmləkətdir. Çox sıxıntılı bir yerdir. Bütün gəzdiyi yerlərdə böyle hazin, hüzünlü, əlim, kədər verici bir halı görür. Bu adam sevinə bilər. Bu adam nə qədər xoşbəxtdir. Xoşbəxt deyil də, bu bəlli xoşbəxt deyil. Bütün məmləkət bir matəmxane-i ümumi şəklini almış. Bütün məmləkət ümumi bir matəmxana kimidir. Düşün, məsələn, 20 yanvar vaxtı 90-cı il düşün. Hamı matəm saxlayır da ölkədə. Onun 1000 qatı hər tərəf elədir. Və davamlı faciə davam edir. Faciə davam edir və o zalim də həmişə oradadır. O güclə dayanıb orada. Kəndisi o şu əlim, üzüntülü və muzilim, zülmətli qaranlıq haləti hiss etməmək üçün sərxoşluqdan başqa çarə bulamaz. Nə varsın? Özünü sərxoşluğa atır. Bu dəhşətin altına artıq tab gətirə bilmir. Acıya tab gətirəm. Özünü sərxoşluğa atır ki, hiss eləməyim. Acını hiss eləməyim. Çünki hər kəs ona düşman və əcnəbi görünüyor. Sərxoşluq nədir? Acını hiss eləməmək. Düşünməmək. Düşünməmək, bəli. Çünki o düşüncədən acı çəkir axı. Hələ buna heç bir iynə batmayıb. Amma kənardakı acıları görüb ondan narahat olur. İnsan belədir. Çünki hər kəs ona düşman və əcnəbi görünüyor. Və ortalıqda dahi müthiş cənazələri, ölümlər görür. Fakt bu adam ölüm görür. Və məyusanə üzüntü ilə ağlayan yetimləri görür. Vicdanı əzab içində qalır. Digəri, keçək o bir adama. Hüdabin, doğrunu axtaran. Nə olur olsun doğru axtarır. Hüdapərəst, doğru üçün pərəstiş eləyən deyil. Və haqq ediş, haqq üçün narahat olan. Gözəl axlaqlı idi ki, nazarında hüdabin və hodbin olmaq arasında fərq nədir? Yenə nəzərdir. Yenə sənin özündədir, içdədir. Nəzərində pek güzel bir məmləkətə düşdü. Bu da bir yerə düşdü. Yəni bunun nəzərində deyir. Düşdüyü yer çox gözəl gördü. İşte bu iyi adam girdiyi məmləkətdə ümumi bir şənlik görüyor. Bayaq ki nə görmüşdü?
Matəmxana. ümumi bir yas, Yas. ümumi bir şənlik. Fərqə bax. Hər tərəfdə bir sürur, Sevinç. sevinç və şehrayin, bayram, bir cəzbə. Bəzi insanlar olur bir-birini yad Qaynıb qarışma da. Hə, qaynıb qarışma və nəşə içində, nəşə, yəni sevinc içində zikirhanələr. Və zikirhanə deyən kimi insan subhanallah, 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 bunu belə sönük bir yer kimi təsəvvür eləyir ha. Zikirhanə bir şeyin fərqində olub onu bar-bar bağırmaq deməkdir. Məsələn, subhanallah nə deyirsən, bir mənanı anlamısan, ona gəlir 9-cu sözdə gələcək. Bir insan niyə subhanallah deyir, niyə elhamdülillah deyir. Bir mənanı anlayıb onu dilə tökürsən artıq. İnsanlar bir mənanı anlayıb sevinclə bir-birinə dediyi yer. Və yaxud da ki, başqa birinə dediyi yer ki, adını Allah deyir. Hər kəs ona, bu bizim adama dost və akraba görünür. Bütün məmləkətdə yaşasınlar və təşəkkürlər ilə bir tərxisat ümumiyyə şənliyi görüyor. Tərxisat əsgərlikdən azad olmaq. Məsələn, bir nəfər əsgərlikdən gəldi. Cəmaət bayram edir, yoxsa üzülürlər ki, uşaq gəldi. Hə. Yenə belə bir yer görür, sevinç görür. Bu adam yenə sevinç gördü. Bu kəlmələr hamısı önəmlidir və bir-biri ilə əlaqəlidir ha. Həm təkbir, Allahu Əkbər, həm təkbir səsləri gəlir. O birində səslər nə idi? Üzüntü səsləri. Vaveylalar idi. Hə, vaveylalar nədir? Ah-nalə çəkmək. Ah-nalə. Allahu Əkbər, təkbir səsləri və təhlil, la ilahə illallah səsləri ilə mesruranə, sürurlu, sevincli şəkildə ağzı asker üçün əskərə almaq. Yəni bu belə görür. Ancaq əskərə alınır, şənlik var və əskərlikdən qurtulur, bundan şənlik var. Əvvəlki bədbaxtın həm kəndi özü, həm ümum xalqın ələmi ilə, kədəri ilə hamısı üzülür. Bir sən də çox dəhşətli bir yerdəsən. Mütəəllim olmasına bədəl, ələmlənməsinə, kədərlənməsinə bədəl. Şu baxtiyar həm kəndi özü, həm ümum xalqın, həm özü rahatdır, heç bir əziyyət çəkmir, həm ümum xalqın süruru ilə, sevinci ilə məsrur, sevinclənir və müfərrah olur. Həm gözəlcə bir ticarət əlinə keçir, həm də gözəl bir ticarət əlinə keçir orada, qazanır, nəsə bir şey qazanır. Zaten nəyə gəlmişlər olar? Keyf və ticarət. Keyf aldı və ticarət də əldə elədi. İkincisi nə keyf ala bilir, o birisi nə keyf ala bilmir. Nə də ticarət əlinə keçə bildi. Çünki dəhşətli və qanunsuz bir yerdir. Kim necə gəldi hərəkət eləyir. Biri nəzərində çox dəhşətli bir yerə düşüb üzüntü çəkir, biri nəzərində çox yaxşı bir yerə düşüb. Sonra dönər bu adam. Ötəki adama rast gəlir. İkisi rastlaşırlar. Halini anlar. Sən o da öz halını anladır da, çox dəhşətli bir yerdir, sıxıntılı bir yerdir. Baxır ki, eyni yerdədirlər. Zaten baxan kimi anlayar da bir adam matəmxanada. Ona der: "Yahu sən divanə olmuşsun, dəli olmusan. Bu görür ki, eyni yerdə, eyni müddəyi, ancaq şikayət edir, amma hər şey gözəldir. Yahu sən divanə olmuşsun, dəli olmusan. Batnındakı çirkinliklər, içindəki çirkinliklər, o dedi axı bədbin nəzərli. İçindəki çirkinliklər zahirinə aks etmiş olmalı. Gülməyi ağlamaq təvəhhüm etmişsin. Gülməyi ağlamaq, tərhisatı soymaq və talan etmək təvəhhüm etmişsin. Təvəhhüm quru düşüncə deməkdir. Bu deyir ki, sən quru boş düşüncələrə qapılmısan. Gülməyi ağlamaq görmüsən deyir. Sən uzaqdan baxmısan, ya gözün zəif olub da elə bilmirsən ağlayırlar bunlar. Yanlış görmüsən deyir. Tərxisatı soymaq. Əsgərdən azad olduğuna görə əsgərin silahını alırlar. Orada ona tapşırılmış bəzi ləvazimatlar deyək. Ondan alırlar da əsgərdən azad olanda. Yəni bir kişi ilə gəlirsən, silahla gəlmirsən ki. Deyir belə bir şey görüb sən elə bilirsən ki, onu talan elədilər, soydular onu. Abi zaten orada əsgərlikdə idi. Təvəhhüm etmişsən. Bu cür düşünmüsən deyir. Ağlını başına al, qəlbini təmizlə. Ta şu müsibətli pərdə, bir pərdə var. Sənin nazarından qalxsın. Gözündə bir örtü var deyir. Yəni ikisinin arasında yas örtü, qara örtü. İkisinin arasında fərqi budur. Biri olan nədirsə onu görüb, digərinin gözündə başdan bir pərdə var imiş. Demək eyni yerə düşüblərmiş. Bəli. Pərdəni götürsə, o da o birinin gördüyünü görəcək. Məsələ pərdədədir. Məsələ oradakı şeylərdə deyil. Real aləmdə deyil. Sadəcə bir pərdədir. Aklını başına al, qəlbini təmizlə. Ta şu müsibətli pərdə sənin nazarından qalxsın. Həqiqəti görə biləsən. Zira, çünki nihayət dərəcədə adil, mərhəmətkar, raiyyətpərvər, nöqtədir, intizampervər, müşfiq bir məlikin məmləkəti, həm bu dərəcə göz önündə asar-ı tərəqqiyat və kemalat göstərən bir məmləkət sənin vehminin göstərdiyi surətdə olamaz. Hardan bildi bunları bu? Mənə elə gəlir ki, bu ikinci sözdə ən qəliz anlaşılan yer buradır. Yəni ilk dəfə oxuyan üçün anlaşılmayacaq yer kimi deyərəm. Yəni çox kəskin ağıl sahibləri anlaya bilər. Həm mərhəmətkar deyir, həm adil deyir. Başqa bura var ha. Bax bu cümlə başqa yerdə 100 səhifədə izah olunur. Haşir risaləsində. Elədir, amma o məncə o izah yox. Sən özü o məmləkətdə təsəvvür edirsən. Orada izahdan çox adam o məmləkətdə olmalıdır da. Bu ikisi orada olduğuna görə demək ki, bu adam ikisi də bir şey görüb. Biz bu cümlədən anlayırıq ki, biri görüb. O birinin gözündə pərdə olub. Görən nə görüb? Burada deyir nihayət dərəcə adil. Görən deyir ki, burada bir padşah var. Hakim var. Onu nədən bilər? Bu adam onu deyir də. Nədən bilib? Hadisələrdən bilib də hər halda. Çünki orada nizam, intizam var məsələn. Ədaləti oradan bilib. Mərhəmətkar nətər görüb? Şənlikdir, hər kəs sevinçli, hər kəs bir-birinə yaxındır. Demək ki, burada müşfiq bir şey var da. Mərhəmətli bir padşah var, rahatdır. Yəni hər kəs xoşbəxtdirsə, hakim də yaxşı ölçü budur da. Raiyyətpərvər, rəiyyətini çox sevən, müqtədir, iqtidarlı
və asar tərəqqiyyət deyir. Davamlı yüksəliş. İnkişaf, İnkişaf. tərəqqi var deyir burada. Və kəmalat göstərən bir məmləkət. Demək ki, belə bir məmləkət imiş, görüblər. O məmləkət haradır? Düşdükləri bir yerdir, bilmirəm. Hələ ki bilmirik, bir təmsildir. Bir məmləkət sənin vəhminin göstərdiyi surətdə olamaz. Burada bir şey var, nəsə var. Heç biri görmür bunu. Mən anladım, burada ikisinin də görmədiyi bir şey var. Tərxisdən sonra əskərin evinə mi gəldiyini. O tərxis, sən onu şeyə bağladın deyə uzun oldu abi. Yox, bu açıq da həqiqətə bağlanmaq lazımdır. Yox, həqiqətə bağlamıram. Həqiqətə bağlamıram. O bir həqiqətdir zaten o təmsilin içində də. Tərxisat nədir? Hə, əskər vəzifəsini gördü, formasını, silahını verdi. Yox, ondan sonra heç nə görmürük biz. Əskəri görmürük ondan sonra. Görür bu adam. Görür ki, əskəriyyətin tərxis oldu. Bilir ki, bu evinə getdi, rahat. Yox, evinə getdiyini bilmir. Evinə getdiyini əqli nəticə çıxarır bu. Hə, əqlinə çıxacaq. O birisi nə görür? Əskəri soydular, elə bir ki. O da ondan sonrakini görmür əslində. O elə talan və ölmüş. Soyulmaq görür. Əskərin o silahın formasını almağı. O ondan sonrakini heç kəs görmür. Sadəcə biri soyulmaq kimi görür, biri əskərlikdən azad olmaq kimi görür. Amma sonrakine nə tər əqli nəticə çıxarıb bu? O soyulmağa qədər zaten o görürdü ki, hər kəs bir-birini öldürür, orada zalimlər falan. Demək məsələ nədir? O pərdə qalxmalıdır. Oranı həqiqətən şənlik, gözəl, mərhəmətkar padşah, adil, bunların hamısını görməlisən. Görəndən sonra rahat, indən sonra da yaxşı olacaq deyəcəksən. Sonra o bədbaxtın aklı başına gəlir, nedamət edər, peşman olur. Evet, ben işrətdən divanə olmuşdum. İşrətlə İçib sərxoş olmaq. Bədbin nəzərli olduğundan pis baxır, içki içir. İçdikcə o içki biraz da onu narahat edir. Daha dəhşətli şey görür. Yenə daha dəhşətli, yenə içir. Deyir, bu məni daha da divanə eləmiş, dəli eləmiş. Allah səndən razı olsun ki, cəhənnəmi bir halətdən, cəhənnəm kimi dəhşətli hal. Cəhənnəm deyirlər ya adam məsələn, cəhənnəm var yoxsa yoxdur. Cəhənnəm nədir? Mən axırı budur da elə cəhənnəm. Cəhənnəm haldır da. Cəhənnəmi bir halətdən bəni qurtardın deyir. Allah səndən razı olsun. Bizim təmsil qurtardı. Keçirik reallığa. Ey nəfsim, bil ki, əvvəlki adam kafirdir. Kafir deyir Allahı bilməyən, axirəti bilməyən buna deyir kafir. Və ya fasıq, günahkar, qafil, qəflətdə, xəbərsiz. Quran da Allahın kitabı deyir, Allaha da qurban olum. Peyğəmbərə də qurban olum. Peyğəmbərə də qurban olum. Amma Hüseynə də qurban olum. Amma heç nə düşünmür da. Adam həyatı boyu bu şeyləri düşünmür, xəbərsiz adam. Bunda da bu var. İndi yavaş-yavaş deyəcək. Bunun ən çox yaşayan bu dəhşətləri kafirdir. Ruhunda bu əzabları ən çox çəkən, ən səadətsiz kafirdir. Sonra fasıq, sonra qafil. Gələcək bunlar. Şu dünya onun nazarında, kafirin nəzərində bir matəmxane ümumiyyədir. Ümumi bir matəm yeridir. Yəni yas yerində bir adam nə tər üzüntülü olursa və öz yaxını gedən bir yasda. Dünya kafirin nəzərində bir yas yeridir. Dünya kafirin nəzərində ümumi bir matəmxane yeridir. Həqiqətən səncə belədir? Bəs niyə onu hiss eləmir? Yəni hiss eləməmək açıqlanacaq bir şey deyil. Kimsə hiss eləmir, bizim üçün önəmli deyil. O ciddi bir adam deyil. Hiss eləyə bilən adamlardan danışıq. Məsələn, Schopenhauer var. Schopenhauer məşhur ateist, sən ateistsin. Məşhur ateist. Schopenhauer deyir ki, insan deyir dünyada necə ki balaca bir balıq fırtınalı okeanda, akulaların içində, daşların arasında həyatda qalmağa çalışırsa, insan da dünyanın dəhşətləri içində o şəkildə onun məqsədi deyir, həyatını biraz da olsa uzada bilməkdir. Adam məsələn bir kitab var, heyvanların insanlardan daha xoşbəxt olduğu haqqında geniş-geniş danışır yəni və isbat edir. Allah yoxdursa, Allah axirət sən heç bu kimi şeylər düşünmürsənsə, sən kainatda təksən. Məsələn, NASA-da işləyən bir qadın var, deyir, düşünə bilirsiniz, biz deyir, təsadüfən ortaya çıxmış kainatda bir nöqtəyik deyir, bir planet. Yəni bu planet belə ortaya çıxmamalı idi deyir və burada da biz təsadüfən ortaya çıxıb gəlib indi belə kainatı araşdırırıq. Və orada deyir ki, biz sahibsiz qalmışıq. Hə, sahibsiz deyir, sahibsiz yiyəsiz. Heç kimsəmiz, təkik deyir bu kainat. Yəni tək insan düşünə bilirsən, söykənəcək bir nöqtəsi yoxdur. Kafirin pik nöqtəsi sözü də baldan keçir. Üzüntü içində üzüntüdədir. Yəni kafirin pik nöqtəsi budur da, Schopenhauer'dir. Məsələn, həqiqi onu yaşayan. Sən ondan daha yaxşı ateistsən deyək. Yəni deyirlər, kafirlər xoşbəxtdir, kef çəkirlər. Kafir bu, həqiqi kafir budur. Yəni biz burada müqayisəmiz nədir? Məsələn, küçədən hər hansı bir müsəlmanı seçək. Yəni adam heç nə düşünmür də, Allah axirət heç nə düşünmür. Soşan deyir müsəlman, bunu seçək və bir ateisti seçək. Çox sadə dəlilləri var. Allah kim yaradıb məsələn. Kopyalayın. Bu iki ateist və bu iki müsəlmanı götürək. Bunlar bir-birinə biraz yaxın olacaq. Amma biz bunun da pik nöqtəsini götürək. Burada Həzrət Muhammədi götürək, Əleyhissalatu vesselam, İmam Qazalini götürək, Said Nursini götürək. Bu bir tərəfdə də ateizmin pik nöqtəsini götürək. Schopenhauer kimi adamı götürək məsələn. Daha yaxşı ateist olasan məsələn. Bu nə qədər xoşbəxtdir. Bunun dünyası nə qədər ləzzətlər içindədir. Ona gələcək indi. Bunun dünyası nə qədər dəhşətli
dəhşət içindədir və hər ateist, hər əhli dünya da bunun dəhşətini hiss eləyər. Soruşsan, baban hanı? Yox oldu. Bir daha əsla görüşməyəcəyik. 20-30 il sonra atam da gedəcək, anam gedəcək, yox olacaq və əbədi olaraq bir daha görüşməyəcəyik. Və hər an mən də gedə bilərəm. O zorba müthişlərin əlindən deyir. Zorba müthişlərin əlində onlar əzab çəkir deyir. Hər an. O Və o ehtimal hər an var. Schopenhauer belə bir şey də deyir. İnsan deyir, diqqət etsəz uşaq vaxtı çox xoşbəxtdir. Biraz yaşlaşdıqca gənclik vaxtı daha üzüntülü olur. Yaşlılara baxın daha çox üzüntülüdür. Çünki insan deyir həyat dağını dırmanır. Birinci elə bir ki o dağ gözəl şəkildə davam edir. Sonra qalxdıqca görür ki o tərəf uçurumlar, dəhşətlər. Maraqlı saydırsa şey deyir. O tərəfdə şahikalar, inqilablar belə şeylər deyir. Məsələn maraqlı şeylər var. Və dünya kafirin nəzərində necə bir yerdir? Məsələn o musiqi tonu olur ha. Düz belə xətt gəlir, belə xəttlər olur. Kafirin nəzərində belə gəldi. Qalxdı düşdü və əbədi olaraq yoxluq. Yəni çox üzüntülü bir yerdir. Təsadüf fırtınasında gedirsən də. Təsadüf fırtınası bu demək ki, həyatın heç bir şey mənası yoxdur. Söykənə biləcəyin nöqtə yoxdur. Hər an hər Yox şey olacaqsan və hər kəs yox olacaq. Hər kəs, bütün sevdiklərin yox olacaq. Və dünya da yox olacaq. Ola bilər ki, insan deyər ki, tamam mən öldüm, mənim ailəm öldü, amma insanlıq xoşbəxt şəkildə davam elədi. Belə dedi, sən hər kəsin bir gün hər şeyin yox olacağını bilirsən. Bir gün yox, yəni. Hər an yox ola bilər, yəni. Bu təsadüf fırtınasının mən içindəyəm. Hər an darmadağın ola bilər hər şey. Həqiqətən bu mahiyyəti düşünəndə bir adam, əlbəttə ki, ən bədbəxt olar da, yəni xoşbəxtlikdən orada söhbət gedə bilməz. Bədbəxt olar da. Hər halda ona görə deyirik, o məsələn işrətdən divanə olmaq. Hər halda ona görə bu insanlar özlərini sərxoşluğa atırlar ki, bu halı görmək. Orada da müvəqqəti zahiri bir xoşbəxtlik hiss edir sanki. O da müvəqqəti zahiridir də. Düşünən bir mömin düşündükcə, bu yolda tərəqqi elədikcə get-gedə rahatlaşır, ləzzət alır, xoşbəxtliyi artır. Düşünən bir kafir düşündükcə, bu yolda irəli getdikcə daha çox qorxusu artır, ödü partlayır, deyir, cahil cəsarətli olur. Yəni biri deyib gülüb əylənirsə, kef eləyirsə, bu demək ki, bir şeylərin fərqində deyil. Hələ ayılmayıb. Düşün, mədən xəstədir. 2 nəfərin mədəsi xəstədir. Biri xəstə acı çəkir. Acı çəkmək yaxşıdır əslində. Fərqindəsən də. Müalicə eləyirsən, çalışarsan. Biri fərqində deyil, ölür, rak olacaq da gedəcək, xəbər olmayacaq. Bir də burada acı çəkmir, biri xoşbəxtdir. Bir də düşünən biri mömin, davamlı düşünmək istəyir. Niyə? Düşündükcə xoşbəxtlik artır. Düşündükcə artır. O birisi düşündükcə bədbəxtlik artır deyə, düşünməkdən davamlı qaçmaz. O hal. Müəllif yəni kitabın sonunda deyir, düşünmək isə deşməkdir. Onu bir gün oxuyaraq, məsələn, düşündükcə deşirsən, oradan ləzzət axır. Kafir düşündükcə deşir, oradan ələm və kədər axır. Bu da maraqlı ifadədir. Şu dünya onun nazarında bir matemxane ümumiyyədir. Ümumi bir matəm yeridir. Bütün zihayat, həyat sahibləri, kim varsa, canlılar. Bəli, insanlar, quşlar, heyvanlar, firaq və zeval silləsi ilə ayrılığın şilləsi ilə ağlayan yetimlərdir. Hamısı deyir ağlayır. Məsələn deyir bülbül üzüntüdən ağlayır. Kafircəsinə bir baxışdır. Bülbül üzüntüdən ağlayır. İslami nəzərdə bülbül kefindən mahnı oxuyur. Hə, kefindən, yəni təsbih eləyir deyəcəm, nələr deyəcəm. Bu da ayrı-ayrı açılması lazım gələn mövzulardır. İslam nəzərində üzüntüdə heç kəs yoxdur. Heç bir zihayat üzüntüdə deyil. Heyvan və insan kafir nəzərində əcəl pənçəsi ilə Said Nursi biz 7-ci sözdə görəcəyik, ölümü aslana bənzədir. Aslan kimi arxanda parçalayıcı bir şey var, hər an səni tutub məhv eləyə bilər. Heyvan və insan əcəl pənçəsi ilə parçalanan kimsəsiz başı bozuqlardır. Təsadüfən ortaya çıxmış, nə olduğu bilinməyən, hətta təkamüllə ortaya çıxmış bir beyindir. Bu beyinə belə güvənə bilməz adam. Bəlkə beyin elə bilir ki, hər şeyi doğru bilir, amma hər şey əslində yanlışdır. Heç nəyə güvənə bilmir. Adam o qədər dəhşət içindədir. Dağlar və dənizlər kimi böyük mövcudat, ruhsuz, müthiş cənazələr, dəhşətli cənazələr hökmündədir. Bax bir kafir nəzərində dağlar və dənizlər cənazə nədir? Hər tərəf meyitdir də. Məsələn bunu oxuyanda da çox müsəlman da məsələn belə düşünə bilər ki, dağın həyatı var ki, məsələn düşünə bilir məsələn. Yəni birinci söz oxumaq lazımdır artıq. Çünki biz bilirik ki, artıq inanırıq demirəm amma biz bilirik ki, hər şey bir mənanı təsbih edir, bizə bir şeyi anladır. Dağ necə subhanallah deyir, dağ necə elhamdülillah deyir. Dəli döləmi? Yəni birinci videomuza baxsınlar da bunun üçün yəni. Biz məsələn birinci sözdən dağın bismillah dediyini bilirik artıq. Bizim üçün canlıdır, məna ifadə eləyir. Çox insandan daha çox dağ və dəniz bizə mənalar ifadə edir. Bunu da geniş anlamaq üçün yenə münacat oxusunlar, Ayətül Kübra oxusunlar. Yenə ən qısasından birinci sözü oxusunlar və ya baxsınlar. Dağlar və dənizlər müthiş cənazə, onun nəzərində cənazədir. Heç nə danışmayan ölüdür. Daha bunun kimi çox əlim, kədər verən, əzici, onun ruhunu əzən, dəhşətli əvham, vəhim, quru düşüncə küfründən və dalalətindən nəşət edib onu manən tazib edər. Küfründən çıxır, o bədbinliyindən çıxır. O gözündəki pərdə, küfür kafir nə deməkdir? Örtmək deməkdir. Kafir gözündə bir pərdə var. Yəni kafirə sən nə qədər danışsan başa düşmür. Niyə? Çünki gözündəki o pərdəni qaldırmaq lazımdır. Yəni həqiqətin üzərini örtə bilməz ha. Öz nəzərində ört. Ona görə də nəzərində deyir. Zaten həqiqət eynidir ikisində də. Şənlikdir. Gözünü qapayan deyir, yalnız kəndinə gecə yapar. Belə bir yerə düşmüsən eləmi? Amma düşünən bir kafirsən. İçki içmək yaxşı bir yoldur. Başqa bir çıxış yolu yoxdur. Çıxış yolu yoxsa içki içmək yaxşı yol. İçmək istəyirdim. Amma o içki sadəcə bildiyimiz bu spirtli içki aid deyil.
O sərxoşluq kimin üçünsə o içki qumardır, kimin üçünsə qadındır, dünyəvi əyləncələrdir, attraksiyonlardır, nə bilim mahnılardır ya da telefondur. Yəni sən özün nə ilə uyuda bilirsənsə odur da. Və o məsələ sadəcə kafirdən getmir ha. Hər birimizin həyatında da bu iki adam var ha, bu iki adamdan var. Mərtəbələr. Orada meyl eləyir, burada meyl eləyir. Məsələn sən sıxıntıdan telefona baxırsansa artıq 1 saatlıq fırlayırsansa o TikTok-u, Instagram-ı, YouTube-u. Demək ki, səndə də onun bir hissə var yəni. Digər adam isə mömindir. Cenab-ı Xaliqi tanır. Yaradan, hər an hər şeyi yaradan Xaliq ismi istifadə edir. Tanır, təsdiq edər. Onun nəzərində şu dünya bir zikirhane-i Rahman. Hər şey orada demişdi axı zikirhanədir. Onun nəzərində şənlik görür. Zikirhane. Hər şey bismillah dediyini bilirik. Ona görə bir qoyun bismillah deyir, dağ bismillah deyir, ulduz bismillah deyir. Onun nəzərində şu dünya bir zikirhane-i Rahman. Bir də zikirxane-i Rahman deyir. Rahman nədir özü? Mərhəmət edən. Hə, zikir davamlı demək ki, o mərhəmət edəni xatırlayırsan sən. Nə ilə? Doğru. O verdiyi sən o nemətlərlə. O alma verir ona. Alma deyil, bəsit mənaları yoxdur. Sən bu kainatda hər şey verib də, xoşbəxtlik üçün hər şey verib. Davamlı onu xatırlayırsan. Bu insanı daha rahatladır. Zikirhane-i Rahman olmaq. Görərək xatırlayırsan, yaşayaraq xatırlayırsan da, elə belə. Hə, Rahman mənə nemət verəndir. Amma nemət verməyib, elə yox. Sən görürsən davamlı xatırlamamaq üçün gərək həqiqətən gözü yumasan da. Gözünü açsan zaten onu görür. Zikirhane-i Xaliq də deyə bilərdim, amma Zikirhane-i Rahman demək. Rahman niyə? Çünki davamlı görürük də orada. Və o səni də çox da rahatlaşdırır məsələn. Rahman olmağı rahatlaşdırır. Dünya bir Zikirhane-i Rahmandır. Yaxşıdır. Məsələn mən dedim bir bismillahı məsələn hamıya demək xoşuma gəlir. Məsələn ham bundan bir-birinə danışsa o qədər qudsi bir mənadır ki. Bir də Allaha deyirsən, bir ismi Allah bir mənanı anlayıb. Elhamdülillah. Dünya onun nəzərində belə bir yerdir. Nə qədər gözəl. Bundan daha gözəl bir dünya var. Sadəcə bu olsa. Bir talimgah bəşər və heyvan. Dünya heyvan və insanların təlim öyrənmək, təlim edib daim inkişaf. Öyrənmək, inkişaf eləmək üçün bir yerdir. Yaxşı yerdir dünya. Cənnətdə olsaq bu qədər inkişaf edə bilərdik. Yox. İnkişaf edə bilməzdik. Ay birincidən cənnətdə olsaydıq yox. Biz təlim nədir zaten? Bir şeyə hazırlıq. Demək ki, ora hazırlıqdır bu təlimdə. Təlim səni yetişdirir. Məsələn, cənnətdə bir ləzzət alasan, eləmi? Sən yenə başqa yerdə bunu deyir. Cənnətdə bir ləzzət alasan, eləmi? Bilgin nə qədər çox olsa, bir şeydən o qədər çox ləzzət alırsan. Dünya bu şeydə səni yetişdirir, öyrədir. Acı çəkirsən, sıxıntı çəkirsən. Yəni bu da başqa bir mövzudur. Bunu dünya bir bəşər təlimgahıdır. Həm də heyvanların da təlim aldığı bir yerdir. İki oğlum var. Biri dünyada yaşayacaq, biri cənnətdə. 60 il keçdi. Səncə hansı daha çox tərəqqi elədi? Daha ali bir insan oldu? O əziyyəti çəkərək ora çatan əlbəttə ki, daha şey, fərqində də, ləzzətin də fərqində olacaq. Demək Allah boşuna acı vermir. O ən məşhur sual var ha. Allah varsa ədalətsizliklər niyə var? Allah bu qədər insanlara sonsuz ləzzətlər bəxş eləyəcək. O sonsuz ləzzətlərin, mənaların anlaşılması üçün qısa müddətdə acı çəkilməsi lazımdır. İndi acı çəkirik bir insan həyatına baxsa nə qədər acı çəkirik? %99 Allah bir ceyrana ləzzət verir. Həyatın sonunda bir anlıq deyə acı çəkibsə belə. Yenə möminin nəzərində bu dünya bir meydan-ı imtihan-ı insücandır. İmtahan dünyasıdır. İnsanların bir-birindən ayrılması üçün. İmtahan nədir? İmtahan belə bir şeydir. İmtahan niyə olunur? Yəni sənin istedadının inkişaf səviyyəsinə görə mükafat yerini təyin etmək. İmtahan buna görə olmur. İmtahan yaxşı ilə pisi seçmək üçün də olur. Yaxşı ilə pis seçmək üçün. Layiq olandan layiq olmayanı seç. İnsanlar bir-birinə ayrılsın. Əbu Cəhil və Əbu Bəkir bir-birindən ayrılsın. Sıdıq radiyallahu anh. Burada ona da diqqət çəkim. İnsanların çoxu Allah insanı imtahan üçün yaradıb deyir. Və bu çox məşhurlaşıb. Birinci məqsəd nədir? Cənab-ı Xaliqi tanımaq. Birinci məsələ budur. Dünyaya gəlib onu fərqli cəhətdən tanıyacağıq. Cənnətdə bu qədər tanıya bilmərik. Zikirhane-i Rahmandır dünya. Bu mənaları anlamaq. Üçüncüsü talimgah bəşər, istedadların sümbüllənməsi yeridir. Ondan sonra dördüncü gəlir imtahan yeri. Bir şeyin 10 dənə məqsədi olur. Sən 10-cu məqsədi birinciyə atanda o problem insanlar tərəfindən hiss olunur. Müsəlmanlara verilən suallarda da bu problemi hiss edirəm məsələn. Verilən suala 10 dənə cavab var. Adam eşitdiyi başqa bir yerdən 10-cu cavabı verir məsələn. O da ondan təmin olmur. Davam edək. Bütün vəfiyat-ı hayvaniyə və insaniyə isə tərxisatdır. İnsan və heyvanların bütün vəfatları bu tərxisdir. Biz bu dünyaya gəlmişdik əskər kimi. Dünyada işimiz var idi, bəlli vəzifəmiz var idi. Vəzifəmiz nədir bəs əskər kimi? Öyrənmək, bilmək. Budur abi. İman, mərfətullah, muhabbətullah. Allahı öyrənmək, nəticə olaraq sevirsən zaten muhabbətullah. Onun da nəticəsi ibadətdir. Həm də bir vəzifəmiz də ticarətdir. Orada keyf və ticarət demiş. Əslində keyf və ticarət niyə deyir orada? Keyf dünyanın Said Nursi deyir 3 üzü var. Biri dünyanın özünə baxan çirkin üzüdür. Gəlib insanlar yeyib içib gedir, heç nə düşünmür. Bu pisdir. Digər 2 üzü axirətə baxan və Allahın isimlərinə baxan. Bu ikisi gözəl üzdür deyir. Axirətə baxan üzü burada əkirsən, oradan biçirsən. Burada ticarət edirsən. Burada nə versən, onun qarşılığını orada alırsan.
kar olaraq. Ticarət buna görə deyir. Yəni mən belə anlayıram. Ticarət dediyi budur. Burada bir şey verirsən, innallaha iştara minel mu'minina enfusahum və amvalahum bi enne lahumul cennə. Allah deyir möminlərdən canlarını və mallarını alır, bi enne lahumul cennə, cənnət qarşılığında. Alır da kardır da. 5-ci sözdə buna baxacağıq. Yəni bir şey verirsən, saatlarını verirsən, gündə 1 saatı verirsən məsələn. Bir şey verirsən, daha böyük karlı şəkildə alacaqsan. Ticarət bu. Keyf üçün keyf daha önəmlidir mənə gəlir ticarətdən. Çünki müəllifin dediyi dünyanın 3 üzü, birincisi nədir? Əsma ilahiyyə baxın. Allahın isimlərinə. İnsanın həqqi vəzifəsi axirəti qazanmaq deyil. İnsanın həqqi vəzifəsi bu dünyaya gəlib istedadlarını sümbülləndirmək. Bir şeyi anlamaq. Gəlib dünyaya zaten biz yetişirik. Özümüzü yetişdik və bu yetişmək keyflidir. Keyfdir də. Yəni sən bura baxırsan, nə maraqlıdır. Allah bu dünyada hər kəsə bir iş verib. Hərənin bir işi var. Atom bir işi var, günəşin bir işi var. İnsanın işi baxıb görüb öyrənməkdir. Bu keyfdir. Yəni bilməkdən daha böyük keyf var. Bilməkdən daha çox nəyə sevinirsən, nədən ləzzət alırsan? Bir şey bilən, insan nə qədər sevinir biləndə. Mən belə anlayıram. Bildikdən sonra etdiyimiz əməllər yoxdur. Doğru. Bu da ticarətdir. Doğru. Əmənu və amilus salihat deyə bilərik. Və bütün heyvanların və insanların hamısının son anda bir şey görür orada. Onu kafir nə görür? Əlində olan nəyi var idisə aldılar. Göz var idi aldılar. Qulaq var idi aldılar. Qəlbi var idi. Soydular da bu adam yox oldu. Getdi. Yəni yeganə varlığını, günəşi, dünyanı, hər şeyi əlindən aldılar. Ruhu, hər şey. Ona görə soymaq və talan etməkdir. Bəs mömin üçün nədir? Mömin üçün vəzifədən baban getdi. Nə oldu? Dünyada vəzifəsi var idi, gəldi vəzifəsini gördü, getdi. Biz də kör-körünə inanmırıq da buna. Biz bilirik, əməliyyat. Bu da başqa bir mövzudur. Məsələ nədir? Mən bunu belə görürəm. Sən bunu belə görürsən, yox oldu, öldü, getdi. Sən dəhşət içindəsən, əzab içindəsən. Sən də öləcəksən, yox olacaqsan. Çox böyük sıxıntı içindəsənmi? Burada sadəcə müqayisə edir. Adam deyir ki, müsəlmanlar üzüntü içində, kafirlər yeyir, içir, kef eləyir. Onlar çox xoşbəxt görür, dinsiz qismi. Mömin qismi çox üzüntülü görür. Məsələn, deyir bizim sizə yazığımız gəlir. Sən yoxsan, yox ölmüsən. Mən yaşaya bilmərəm. O halda yaşaya bilmərəm abi. Mən 70 il, 100 il, 500 il həyat versələr, bu nə qədər sönük bir şeydir. Nə qədər dəhşətli bir şeydir. İman bir insan nə qədər xoşbəxt və səadətli eləyir. Küfür bir insan nə qədər dəhşətli zülmət içində qoyur. Sən o qədər dəhşət içində zülmət deyilsənsə, hələ ora belə gəlib çatmamısan, hələ ayılmamısan. Vəzifə həyatını bitirənlər bu dar fanidən, fani diyardan mənən, məsruranə, daha sevincli, dağdağasız, üzüntü sıxıntısız digər bir aləmə gedərlər. Yaxşıdır getmək. Əlbəttə. Dünyadan daha gözəl bir yerə gedəcəyimiz bir yerdir. Biz üzülmürük ki. Bizə görə babamız ölmədi. Bizə görə atamız ölməyəcək. Mən əbədi bir yerdə olacağam. Belə düşünürəm, belə bilirəm. Bilirəm artıq bunu, bilir olaraq ortaya ataram. Amma ən azından burada deyirəm ki, belə düşünürəm, mən xoşbəxtəm. Belə görmüşəm. Sən üzüntüdə olmalısan, normal halda üzüntüdə olmalısan. Mən də normal halda xoşbəxt olmalıyam. Əgər mən normal halda bir müsəlman olaraq xoşbəxt deyiləmsə, sıxıntılı bir həyat yaşayıramsa, deməli mən hələ burada öyrənəcəyim çox şey var. Qaldıracağım pərdələr var. Hələ o pərdə də bir dənə qara pərdə düşünməyin. İncə-incə o qədər deyir Allah 70 min pərdə arxasındadır. O pərdə sənin düşüncələrində bircə qaldırmaq lazım. Vəzifə həyatını bitirənlər bu dar fanidən mənən, məsruranə, dağdağsız digər bir aləmə gedərlər. Ta yeni vəzifədarlara yer açılsın, başqaları gəlsin, gəlib çalışsınlar. Burada əsl olması gərəkəndən danışırıq. Bir ateistin də övladı olanda sevinir təbii ki. Amma bu işin pik səviyyəsini götürsək, ən bir nömrələrindən adam nə düşün? Dünyaya əzab çəkməyə bir nəfər daha gəldi. Bu adam boşuna yazmır ki, başqa fəlsəfə kitablarında var da bunlar. Bir nəfər daha dünyaya əzaba gəldi. Birbaşa müharibənin ortasına atıldı. Hər an yox olacaq. Cəhənnəm diyarına xoşlayır. Məsələn elə şeylər deyir də məsələn. Onun nəzərində elədir. Yəni dünyaya nə kimi baxır abi? Matəmxana da. Ya da ümumi bir matəmxanaya gəlmiş kimi hiss edir. İndi təvəllüdat nə deyəcək? İndi təvəllüdat nə oldu? Bütün təvəllüdat heyvani və insani isə, heyvan və insanların doğumu isə dünyaya gəlmələri əskər almadı. Sanki gəliblər təlimə, silah altına, vəzifə başına gəlməkdir. Təlimə, bir şey öyrənmək. Əskərə gedənə getməyə fərqi var da, elə doğru. Gedən daha yaxşı yetişir. Daha yaxşı yetişir bəli. Vəzifə başına gəlməkdir. Bir mömin nəzərində budur. Öyrənməyə gəlib, təlimə, əskərə. Əskər necə gedir, öyrənir, təlim alır. Amma bir kafirin nəzərində dünyaya gəlir, dəhşətli bir yerə gəlir. Bütün zihayat, bütün həyat sahibləri birər muvazzaf, məsrur əskər. Bir mömin nəzərində bütün heyvan, bitki, insan hamısı vəzifəli, xoşbəxt əskərlərdir. Dünyaya gəlir, yetişir, öyrənir. Müstəqim, istiqamətli, məmnun məmurlardır hər şey. Məmnun və istiqamətli. Hamısı öz vəzifəsinə diqqət edən məmurlardır. Çox vəciz, qısa ifadələrdir və bunların hər biri üçün bəlkə nə bilim bir 10 dəqiqə danışmaq lazımdır. Ən azından məsələn mən 10 dəqiqə danışaram bunun üzərinə. Amma bu geniş-geniş oxuyacağıq biz bu kitabdan. Bütün sədalar isə, o biri sədalar eşidirdi. O nə idi? Matəm. Nalə idi. Üzüntülü sədalar idi. Bütün sədalar isə ya vəzifə başlamasındakı zikir və təsbih, Bismillah deyib başlayırsan, elə səslər və paydosdan gələn şükür bitirəndə də elhamdülillah deyirsən, elə səslər və təfrih, fərəhlənmək, iş bitəndə fərəhlənirsən. İşləmək nəşəsindən nəşət edən nağamatdır. İşləməkdən gələn zümzümə eləyərsən öz-özünə bir musiqini, sevincindən də. O biri də dodağın altında bir şey zümzümə eləyir, üzüntüdən. O üzüntüdən dodağın altına nəsə nəşət edəndə bu.
işləməkdən. Nəğmələrdə deyir. Bütün mövcudat o möminin nəzərində Seyyid-i Kəriminin ikram edən o başçısının və Malik-i Rahiminin mərhəmətli mülk sahibinin ki, onun mülkündəsən, nədən qorxacaqsan? Birər munis hizmətkarı. Hər kəs onun xidmətçisidir. Dost kimi özdə. Sənə ünsiyyətlidir, rahat ol yəni. Günəş qorxma, dəhşətli bir şey deyil. Bunları oxuyacağıq irəlidə. O sənin üçün orada işi var onun. Hətta xəstəliklər və müsibətlər də xidmətçidir. Onları da sevəcəksən. Nə olduğunu biləcəksən. Yəni onlara gələcəkdə baxacaq. Birər dost məmuru, birər şirin kitabıdır. Hər şey kitabdır. Oxuyacaqsan hər şeyi. Pis və yaxşı kimi gördüyün hər məna. Bunlar yenə başqa 7-ci sözə baxacağıq. Daha bunun gibi pek çox latif, şipşirin, ülvi, ali, gözəl və ləziz, ləzzətli, tatlı həqiqətlər, gözəl həqiqətlər imanından təcəlli edər. İmanından çıxır, anlaşılır. Günəş kimi çıxır deyə. Təzahür edər, ortaya çıxır. Bir insan imanlandıqca Allah və axirətin fərqinə nə qədər yaxından bu mənaları nə qədər anladıqca daha da xoşbəxt olursan. Və bu çox böyük bir nemətdir. Bunların fərqində olmadıqca, gözü qapalı olduqca yoxdur, heç nə yoxdur. Nə varsa buradadır. Ancaq belə düşündükcə daha da dəhşətli zülmət içində olursan. Demək, iman bir mənəvi tuğba-i cənnət çəkirdəyini taşıyır. Cənnətdə böyük bir ağac olacaq deyir. Hər kəs onun altında olacaq. Cənnət ağac kimi düşünək. Hər ağacın çərdəyi olur. İman deyir cənnətin çərdəyidir. Məsələn, bir xurma çərdəyi. Buna nə deyirik? Xurma. Ağacın da xurma deyirik. İkisini də xurma deyirik, eləmi? O cənnətdirsə, gedəcəyimiz o yer. Bu nədir? Cənnətin çərdəyi də cənnət adlanır, cənnət. Cənnət adı üstündədir. Sənin qəlbinə cənnət düşsə, nə olar? Rahatlanırsan da artıq. Cənnət artıq burdadır. Cənnət artıq başladı. Yəni bir mömin üçün sözün açılmaya gəlir. Bunu yaşaya bilsə bir mömin üçün. Cənnət başlayıb. Yəni mən öz içimə gəlir ki, mən nə gözləyirəm? Cənnət gözləyəcək bir şey var abi. Bizim üçün indən sonra heç vaxt bir kəsinti yoxdur. Qiyamət var, nə maraqlıdır. Orada bir şey görürsən, orada Allahın bir ismini anlayırsan. Hər şey superdir. Sadəcə bunu danışanda, kitab oxuyanda olur da. Deyirlər o cənnət, cəhənnəm bu dünyadadır. Onun da haqq nöqtəsi var. Cənnət də burada, cəhənnəm də orada. Ya burada deyir, yəni burada cənnəti sən imanda hiss eləyirsən də. Küfrdə də cəhənnəmi insan o acını çəkir. Bu gün o ləzzət içindəyim. Sabah da bu ləzzət içində olacağam. Ləzzət içində olacağam. Sabah da cənnətdir. Birisi də cənnətdir. Bunun birisi o bir gün 300 il, 400 il, mən artıq heç bir sabahla 500 il ayırmıram. Sabahla 50 il ayırmıram. Demək ki, iman bir manevi tuğba-i cənnət çəkirdəyini taşıyır. Küfür isə mənəvi bir zaqqum-u cəhənnəm toxumunu saxlayır. Küfür də kafirlik. Acı verən o ağacın. O cəhənnəmdə olan zəqqumun çərdəyini orada acı çək, vəziyyət çəkəcək. Onun toxumunu buradan başlayıb artıq onun cəhənnəmi. Buradan əziyyət çəkirmi? Yuxarıda demişdik cəhənnəmi bir halət. Burada biz rasional şəkildə danışdıq. Ağıllı başlı bir ateist belə olmalıdır. Belə deyilsənsə, sən özünlə təzad təşkil edirsən. Bir mömin də belə deyilsə, yenə bəzi şeylərin fərqində deyil. Bir də baxmalıdır, bir də oxumalıdır, oxumalıdır. Demək, səlamət və əmniyyət yalnız İslamiyyətdə və imandadır. İndi bunlar hamısı böyük bir nemətdir. Bu mənanın fərqində olmaq, Allah və axirət var. Bu mənanın fərqində olmaq böyük bir nemətdir Allahdan. Çünki Allah bu mənanı bizə ehsan eləməyə də bilərdi. Biz daima elhamdülillahi, Allaha həmd olsun, şükür olsun. Alə dinil İslam və kəmalil iman.